Ermənistanda Rusiya dizaynında enerji blokları yaradılsa məntiqli olar. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini Mikhail Çudakov Moskvada keçirilən World Atomic Week çərçivəsində müsahibəsində deyib. Onun sözlərinə görə Ermənistana atom stansiyası lazımdır. Bunun üçün isə köhnələri yeni enerji blokları ilə əvəzləmək olar. Çudakovun fikrincə son illər məntiqli yox, siyasi qərarlar verilir deyə Ermənistan fərqli addım ata bilər. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorunun Rusiyalı müavini Şərqi Avropa ölkələrini də nümunə gətirib. Onlar Rusiyadan layihə almamaq üçün yalandan kağızda enerji bloku cızmaqara edirlər. Halbuki Rusiyanın layihələri sınaqdan keçirilib. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında üçtərəfli sənədlər imzalandıqdan sonra Paşinyan bəyan edib ki, Ağ Ev İrəvana atom elektrik stansiyaları üçün texnologiya verməyə hazırdır. Həm də ABŞ nüvə texnologiyaları sahəsində Ermənistanla əməkdaşlıq etmək istəyir. 2023-cü ildə imzalanan razılaşmaya görə isə 2036-cı ilə qədər Metsamor Atom Elektrik Stansiyası Rosatom servisinin istifadəsində olacaq. Buna baxmayaraq Paşinyan hökuməti 2036-cı ilə qədər ABŞ-nin avadanlıqları ilə yeni enerji bloku inşa etməyi planlaşdırır. Yeni enerji bloku köhnəlmiş və regiona təhdid yaradan Metsamoru əvəzləyəcək.